Bir zamanlar Ramiz Mehdiyev əjdaha idi, tımsah idi, qılıncının dalı və qabağı kəsən bir şəxs idi. Amma buna baxmayaraq mən onun haqqında cəsarətli fikirlər səsləndirirdim. Bu sözü indi siz çoxlarının dilindən eşidirsiniz, Azərbaycan ictimai siyasi mühitində olanların. Burada bir əmma var, ona diqqətinizi çəkmək istəyirəm. Bu qədər adam doğrudan da Ramiz Mehdiyevin əleyhinə o vəzifədə olanda danışa bilibsə, demək Ramiz heç də deyildiyi qədər qorxulu olmayıb. Amma belə də deyil, bunların dediyi fikirlər yarım həqiqətdir. Məsələ ondan ibarətdir ki, bu sözü deyən adamlardan biz soruşmalıyıq. Ramiz haqqında o vəzifədə olanda demisən, çox sağ ol. Amma sən mənə de görüm, o gün və bu gün sən Azərbaycan hüquq mühafizə sistemin, Daxili İşlər Nazirliyinin, prokurorluğu, MTN-i, İlham Əliyevi, Mehriban Əliyevanı tənqid edə bilirsən, yoxsa yox? Azərbaycanda polis rejimidir, dəyərli dostlar. Bu isə o deməkdir ki, iki əsas toxunulmaz figur, subyekt var Azərbaycanda. Biri prezident İlham Əliyev və onun ailəsidir ki, ona prezident dediyimə görə üzr istəyirəm. İkincisi isə güc orqanlarıdır. Xalqı əzən və Azərbaycanın hakimiyyətin ayaqda saxlayan digər nazirlər, məmurlar xalqın gözündə də, İlham Əliyevin gözündə də əski kimi bir şeydir. Onları tənqid etmək filan ola bilər ki, sizin karyeranızda, əgər vəzifədənizsə bir maneə yarada bilər. Amma müstəqil bir insansınızsa, məsuliyyətiniz, vəzifə məsuliyyətiniz yoxdursa, bu elə bir problem yaratmıyor və zaman-zamanda belə olub. Azərbaycanda müxtəlif nazirləri, deputatları hər kəs tənqid edə bilib. Kilit buradadır. Sən Ramiz Mehdiyevi tənqid edən, asıb kəsən, cəsarətli dostum, de görüm, Mehriban Əliyevanın holdingin, Azərbaycanı qəsb edən, girov götürən Paşa Holdingi, Mehriban Əliyevanı, onun korrupsiya fəaliyyəti, Heydər Əliyev fondu ki, Azərbaycanın və dünyanın ən qaranlıq korrupsiya layihəsidir. İlham Əliyevi, Vilayət Eyvazovu, DTX rəisin tənqid edə bilirsən, yoxsa yox? Əgər yox, onda bizim başımızı zəhmət olmasa az ağrıdır. Onsuz da başımız min bir bəlanın problemin içindədir.